Real Aikido üzrə 11-ci beynəlxalq seminar və kəmər imtahanı keçirilib. Tədbirdə 300-dən çox idmançı iştirak edib. Seminara Beynəlxalq Real Aikido Federasiyasının prezidenti 7-ci dar qara kəmər ustası professor İqor Petroviç rəhbərlik edib. Seminarda dərəcə imtahanları təşkil olunub. İmtahan komissiyasında Beynəlxalq Real Aikido Federasiyasının prezidenti İqor Petroviç, Azərbaycan Real Aikido İdman Klubunun prezidenti Fariz Abdullayev, eləcə də Qazaxıstan Real Aikido Assosiasiyasının prezidenti Artem Zaxarenko yer alıb. Tədbirin sonunda Azərbaycan sayca 8-ci dəfə Real Aikido idman növü üzrə bütün kateqoriyalarda birinci yerə layiq görülüb. Real Aikido idman növünə maraq artır. Ümumiyyətlə Aikidonun dünyada 50-dən çox istiqaməti vardır, amma bizim seçdiyimiz sahə Real Aikidodur və Real Aikido hibrid döyüş sistemidir. Tərkibində jiu-jitsu, judo və sambo elementlərini birləşdirir və bununla da daha praktik hala gəlir. Ona görə də maraq gündən-günə artır və onu da qeyd etmək istərdim ki, Azərbaycanda olan federasiya və idman klubları arasında xanımların ən çox olduğu təşkilatlardan biri Real Aikidodur.